7 nəsillə gəlib oturub mənə. Mən də doğuldum və mənim artıq müəyyən bir düşüncələrim var ki, bu pul pis bir şeydir, mənim nə bilim özgüvənsizəm, mənim öz sözüm dəyərsizdir və yaxud da mən hər hansı bir məlumatı bilmirəm və s. Bu mənə artıq oturub doğuluşdan. Epigenetika deyilən bir elm var. Burada nədir? Bu deyir ki, sənin DNK vasitəsilə sənə ötürülən bu inanclar varsa, bunun əksi də var. Çünki nəsildə, anada, nənədə, ulu nənədə bu kodlar niyə yaranıb? Həyat şəraiti ilə yaranıb da, düzdürmü? Qarşına çıxan insan onun əzib, onun egosunu əzib, onun özgüvənin belə deyim, məhv eləyib, xəyanət olub ortada, bəlkə də ölüm itib olub, müharibə olub, itki olub və ondan şuuraltı olaraq o qorxular yaranıb.